Marneuli və Hucabi yepiskopu Georgi Candelyanıya qarşı zəhərlənmə və sui-qəsd iddiaları ölkədə ictimai müzakirələrin əsas mövzularından biri olaraq qalır. 8 iyun tarixində bazar günü xutbəsi zamanı yepiskop Georgi onun həyatına qarşı sui-qəsd planlaşdırıldığını söyləyib. 2 gün sonra isə o ailə üzvlərinin təzyiq və şantaja məruz qaldığını sosial şəbəkədə qeyd edib. Marneuli və Hucabi yeparxiyasının yaydığı məlumata əsasən yepiskop məhkəməsinin protokolunda Qışı adlı şəxs Georgi Candelyanini öldürməyə cəhddə təqsirli bilinib. Ad və soyadını yalnız inisiallarla açıqlayan yeparxiya məhkəməsi həmin şəxsin ibadət mərasimlərində iştirakını qadağan edib. Sözü gedən skandal hadisə cəmiyyətdə və siyasi dairələrdə ciddi rezonans doğurub. Müxalifət nümayəndələri bu cür halları pisləyərək ölkədə hüquqi özbaşınalığın dərinləşdiyinə vurğu ediblər. Onlar üstəlik bu işdə Kvemokartlinin keçmiş qubernator müavini Georgi Şinçikaşvilinin olduğunu söyləyiblər. Bəli, bildiyiniz kimi Candelyani yəni öz xutbəsində, bazar xutbəsində dilə gətirdi ki, ona qarşı sui-qəsd hazırlanıb və hətta rahibəsinin əli ilə ona sui-qəsd hazırlanmışdı və eşitdiyimizə görə həmin eparxiyanın önündə hər hansısa qarşı durma olub. Bu onun göstəricisidir ki, ilk öncə dövlətdə hakimiyyətin bütün sahələrə deməli nəzarət yetirə bilməməsidir. Çünki özbaşınalıq baş verir və buradan bir ikinci nəticəni çıxardırıq ki, dövlətdə çox sayda klanlar var, mövcuddur. Hansılar ki, regionda ağalıq etməyə çalışırlar. Bu heç kəs üçün gizli deyil ki, Marneuli-də Candelyani və Candelyaninin sözlərinə əsasən deyilən şəxs, hansını ki artıq televiziyalarda şəklini göstərdilər, keçmiş qubernatorun müavini, hansılar ki deməli Marneuli bölgəsində və ümumiyyətlə Kvemokartli bölgəsində tikintilərə nəzarət edirdilər və tikintilərdən götürülən rüşvətdən yəni bəhrələnirdilər və təbii ki, bu Candelyaninin də xoşuna gəlmir, çünki Candelyani də öz-özlüyündə bir klandır bölgəmizdə və Candelyani də istəyir ki, öz payını götürsün. Bu onun göstəricisidir ki, rüşvətin maksimal dərəcədə qalxması və qarşı durma klanların qarşı durmasının nəticəsində olan deməli proseslərdir. Çox təəssüflər olsun ki, nə dövlət təhlükəsizliyi, nə polis, nə də başqa sahələrdə dövlətin bugünkü deməli hakimiyyəti, dırnaqarası qeyri-legitim hakimiyyəti Gürcü arzusu bütün özbaşınalığı öz başına buraxıb, yəni özbaşınalıq baş verir və bu özbaşınalıq əsasında da belə bir məsələlər ortaya çıxır. Biz dünən eşidirik ki, polis və Dövlət Təhlükəsizlik İdarəsinin binasından bir neçə metr aralıda Marneuli Hucabi eparxiyasının belə deyək keşişi Georgi Candelyani, hansı ki onun rezidensiyası yerləşir, orada ciddi bir insident baş verdi. Belə bir məlumat yayıldı. Əhali tərəfindən də, mərkəzi və yerli media tərəfindən də ki, rezidensiyada həm atışma olub, həm ciddi qarşıdurma olub və bunun tam sonra təsdiqini tapdı. Keşiş Georgi Candelyani bazar günü xutbəsində kilsədə qeyd etdi ki, onu öldürmək istəyirlər. Dövlət adamı, Dövlət Təhlükəsizlik İdarəsində işləyən bir adam öz mühafizə orqanı ilə bərabər ora gəlibmiş. Onlar da onu döyüb qoyulublar orada. Özü bunu açıq şəkildə kilsədə xutbəsində qeyd etdi. Əgər bu belə bir şey həqiqətən baş verirsə, bu böyük bir cinayətdir. Təbii ki, biz bunu qınayırıq. İstəyir keşiş olsun, istəyir axund olsun, istəyir imam olsun. Xüsusən dövlət belə deyək, adamlar tərəfindən əgər belə bir cinayətə əl atılırsa, kimisə öldürmək istəyirsə, bu böyük, ümumiyyətlə ölümün hər bir şeyi, ölümə cəhd, kimisə öldürməyin planını cızmaq, bunun hamısı cinayətdir. Xüsusən də dövlət adamı bunu edirsə, bu araşdırılmalıdır. Təəssüflər olsun ki, bugün əhalidə, ölkədə polis, ümumiyyətlə hüquq mühafizə orqanlarına qarşı ciddi bir inamsızlıq, bir etibarsızlıq var. Düşünürəm ki, normal ölkədə bənzər keşişin bu cür açıqlamasından sonra ciddi bir istintaq başladılmalıydı. Ciddi bir nəticəyə varılmalıdır ki, kim bu etdi? Təbii ki, indi keşiş kilsə xutbəsində qeyd etdi ki, adını açıqlamaq istəmir, amma ictimaiyyətdə yayıldı ki, bu qubernatorun, Kvemokartli qubernatorunun keçmiş belə deyək, müavini Georgi Şinçikaşvilidir. Bu mediada, mərkəzi mediada hər halda bu haqda məlumat yayıldı. Ona görə də dövlət bunu araşdırmalıdır. Bu
olub mu doğrudan bu böhtandırmı yoxsa bir həqiqətdirmi? Qeyd edək ki, yepiskop 8 iyun tarixli xütbəsində iddia edib ki, qətl planına kilsə rezidensiyasında yaşayan bir rahibə cəlb olunub. Bu açıqlamalardan sonra prokurorluq Cinayət Məcəlləsinin 18-108-ci maddəsi qəsdən adam öldürməyə hazırlıq üzrə istintaqa başlayıb. Lakin yepiskop Candelyan bildirib ki, o prokurorluqla əməkdaşlıq etməyəcək.